Valideynlər dərman qəbul etmir süd verdiyi dönəmdə. Məsələn, qızdırması var ananın, ana qızdırma salıcı heç bir dərmandan qəbul etmir və yaxud da başı çox kəskin ağrıyır, diş ağrıyır, heç bir ağrı kəsici qəbul etmir ki, süd verirəm. Bu doğrudur. Qorxurlar. O da uşaqlarına ziyan verməkdən qorxurlar. Amma mənə həmişə məsləhət alan valideynlərə deyirəm ki, siz tamamilə qızdırmalı dövrdə əksinə uşağınızı qorumuş olursunuz uşağınıza süd verməkdən. Bir maska taxaraq viral infeksiyanın kəskin dönəmidirsə verə bilərsiniz. Uşağınıza südünüzdən immunitet keçəcəkdir. Və qızdırma salıcı dərmanlarla da istifadə edə bilərsiniz. İbuprofen tərkibli, parastamol tərkibli dərmanlar istifadə edə bilərsiniz. Bunların uşağınıza heç bir ziyanı yoxdur. Amma əgər ağır bakterial infeksiya ana xüsusi dərmanlar alırsa və bunu süd verən dönəmində əks göstəriş sayılırsa o zaman vermirik. Yəni bunu valideynlərə bildiririk ki, sizin qəbul elədiyiniz dərmanları vermək olarmı süd verən dönəmdə yoxsa yox. Ona görə qızdırmalı dönəmdə süd vermək olar əgər ana ağır antibiotiklər, xüsusi dərman qrupu almırsa. Amma qızdırma salıcılardan istifadə edərək uşağına süd verə bilər.